Kompüterdə aktiv istifadəçilər gün ərzində sosial şəbəkələrdən video, şəkil faylları, proqramlar, oyunlar yükledikdə həmin yüklənən fayllar yüklənənlər siyahısına düşür. Baxın. Bu da bu kompüterdə olduğu kimi C diskinin dolmasına səbəb olur. Buna görə də mütəmmədi olaraq yüklənənlər qovluğu və zibil qutusu silinməlidir, təmizlənməlidir. Bəzən yaddan çıxarırıq, bəzən tənbəllik edirik, ya da başqa səbəbdən bu silmələr yaddan çıxır. Bu da dediyim kimi sistem diskinin dolmasına şərait yaradır. Belə problemlərin qarşısını almaqdan ötürü setting ayarlardan sistemə daxil oluruq. Yüklənənlər. Bu arada biz giririk. Baxın, bu avtomatik olaraq yer boşaldır, müvəqqəti faylları silin və yerli mövcud bulud məzmununu idarə edin. Bölməsi aktiv olmalıdır. Aktiv etdikdən sonra bura daxil oluruq. Yükləmələr qovluqları faylları silin. Baxın, açılan pəncərədə görürsünüz. Burada günlər göstərilir. İndi hal-hazırda, yəni ki, konkret vaxt yoxdur və bu sonsuza qədər qalacaq. Biz konkret vaxt qoyuruq. 14 gün, 30 gün, 60 gün və yaxud 1 gün. Mən 14 gün qoyuram. Yəni 14 gündən sonra həmin fayllar lazım deyilsə, daha istifadə etmiriksə, əgər onlar avtomatik silinsin. Eyni qayda ilə zibil qutusuna aid etmək olar. Baxın, 14 gündə ona qoyuram. Yəni zibil fayllar, silinmiş fayllar zibil qutusuna düşür. 14 gün bizə lazım olmayandan sonra, istifadə etmədikdən sonra, geri qaytarmadıqdan sonra o oradan silinsin. Beləliklə problemimizi biz həll etmiş oluruq.